Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Ağdam rayonunda kişinin arvadına kəsici alətlə xəsarət yetirməsi hadisəsinin detalları məlum olub. Məlumata görə hadisə rayonun Mahrzırlı kəndində baş verib. Kənd sakini Gülzəndə Abbas qızı Salahovaya həyat yoldaşı Ceyhun Salohov balta ilə ağır xəsarətlər yetirib. Məlumata görə hadisəni törətməkdə təqsirləndirilən Salohov bir neçə dəfə məhkumçuluq həyatı yaşayıb. O, narkotik hadisəsi olub və sonuncu cəza müddəti ötən il mart ayında başa çatıb. O, sonuncu dəfə narkotik vasitələrin qanunsuz tövkəsində təqsirləndirilərək həbs edilmiş. Salohov cəza çəkmə müəssisəsindən gələndən sonra mütəmadi olaraq ailədə mübahisə yaradılmış. Heç bir yerdə işləməyən Salohov həyat yoldaşı və qaynanasından tez-tez pul alıb narkotik və içki alırmış. Buna görə də mütəmadi olaraq evdə mübahisə yaranır. Salahovun oğlu Tural Salohov Xankəndi şəhərində tikinti işlərində çalışırmış və hadisədən bir gün əvvəl evlərinə qayıdırmış. Hadisə baş verəndə isə Tural evdə olmayıb. Oğlunun evdə olmadığından istifadə edən Salohov həyat yoldaşından narkotik üçün pul istəyib. Qadın isə ona pulun olmadığını deyib. Buna görə də ər-arvad arasında dava başlayıb. Dava zamanı Salohov evin zirzəmisində olan həvaltanı götürərək qadına hücum edib. O, qadına baş və bədəninin müxtəlif nahiyələrində xəsarətlər yedirib. Qadının öldüyünü ehtimal edən Salohov hadisə yerindən qaçıb. Polis əməkdaşlarının keçirdiyi əməliyyatda Salohov saxlanılıb.